Var İsmixanın bəhsini, yaşadar qəlbində könül səsini. Qorxma, mən öləndə qəm şələsini, görərsən yerimdə qalan gəzdirir. İsmixan gec evləndi. 5 qızı, 3 oğlu oldu. Qızlardan ikisi köçüb bilirəm, qalanlarına da Allah bəxt versin. Bu 3 qardaşın hardadılar, nə iş görürlər, nə işlə məşğuldurlar? Qardaşımın biri Almanyadadır. Nə iş görür? O həkimdir. Həkimlik yoxdur. Biri Rusiyadadır, hal-hazırda oradadır. Biri isə bizlə bərabər yaşayır. Daşkəsən rayonunda işləyir. Gülxanım, gözəl Gülxanım, bəs səni kimi bacını qoyub qardaşlar yayınar. Biri Almaniyada almanlaşsın, o biri də Rusiyada getdikcə ruslaşsın. Bəs bu ata yurdunu, yurt yoxdur, amma bu ata ocağını kim gözləsin? Təkcə elə Hikmət. Onlar da hər halda çətinlik oldu, qaçqınlıq oldu, getmək məcburiyyətində qaldılar. Amma onlar da anamı unutmurlar, həmişə baş çəkirlər, iqtisadi cəhətdən kömək eləyirlər. Nə vaxtdan vaxta gəlirlər, məsələn, ana ilə görüşməyə? Məsələn, ildə bir dəfə. Sənin yadına düşür onlar? Bəli. Anan necə dözür? Yadına düşür həmişə dözməlidir. Dözməlidir, niyə dözsün? Gəlsinlər də. Bəli. İndi dolanışıq üçün hamı bu vətəndən qaçaq gedək. Bəs bu vətəndə kim qalsın? Göyçə kimi boşalsın? Xeyr, hər halda hamı qaçmır. Yalnız çətin vəziyyətdə olurlar, o vaxt biz var. Qardaşlarını yaman müdafiə edirsən. Atan sağ olsa görən dözərdi onların belə yayınıb getməsinə. Hə? Dözməz. Aman Allah, gözlərə bax, qarasında gözüm qaldı. İpək saçlar qucaq-qucaq, sırasında gözüm qaldı. O bir güldür açıb təzə, al yanıqlar bənzər közə, kirpiklərin düşüb üzə, arasında gözüm qaldı. Öpüb telin qarasını, meh dağıtdı sırasını, örtdü üzüm parasını, parasında gözüm qaldı. Çox yalvardım qəlbi daşa, arzularım çıxdı boşa, çənə üstə xallar qoşa, orasında gözüm qaldı. İsmixandan aralandı, sandım qəlbim paralandı, baxışımla yaralandı, yarasında gözüm qaldı. Atan Ələsgər gözəllərinin də sorağınca Kəlbəcərdə xeyli gəzdi. Ələsgər gözəllərinin Kəlbəcərdə gəzməyin ayrı mənası var. Çünki Kəlbəcərdə çoxlu gözəllərə şeirlər demişdi, tərifnamələr. Biri də Güləndam nənə idi, o şeiri bilmirsən ki? Bilirəm. Buyur. Bu hüsnü məlahət olmaz pəridə, əfsus qocalıbsan Güləndam nənə. Ələsgər də köçüb, gözəlləri də, yurtda tək qalıbsan Güləndam nənə. Buradadır səxavət, buradadır hörmət, bu yerdə gözəllər çox olub əlbət. Ustad kəlamından tapıbsan şöhrət, ərşə ucalıbsan Güləndam nənə. Hər bahar durnalar geri gələndə, baxıb el yoluna başın sinəndə, anıb Ələsgəri əlin çənəndə, xəyala dalıbsan Güləndam nənə. Deyirlər, gül sənmiş ömrün yazında, bülbüllər ötərmiş xoş avazında, sevən könüllərin telli sazında, min hava çalıbsan Güləndam nənə. Saz-söz məclisindən uzaq olmadın, həzin bir mahnıda yaşayıradın, dünyada qalmayıb arzu muradın, birə beş alıbsan Güləndam nənə. Məmməd əmi, indi atamın bir gəraylisini deyəcəm, ondan sonra mətbuatınızdan, hər şeydən, hamınızdan bir gileyim var. Buyur qızım. O titrəyən dodaqların həsrətinə qurban olum. Həyat verən nəfəsinin şəfqətinə qurban olum. Gözümə dəyəcək surətin dinmək mənə olur çətin. Dili bağlı məhəbbətin hikmətinə qurban olum. Ulduz kimi axşının, şimşək kimi çaxışının, baxışınla baxışımın söhbətinə qurban olum.
şöhrətsən diləyimin, qüvvətsən biləyimin, ürəyinlə ürəyimin vəhdətinə qurban olum. Sonasısan bizim gölün, qönçəsisən bizim gülün, bu könüllə o könülün ülfətinə qurban olum. O bəxtimin əzəlinin, o söhbətim əzəlinin, Azərbaycan gözəlinin ismətinə qurban olum. Bu Məmməd əmi, bu şeirə dahi bəstəkarımız rəhmətli Tofiq Quliyev gözəl bir mahnı bəstələyib. Ancaq müğənnilərimiz bu mahnını oxuyanda şeirin kimə aid olduğunu demirlər. Nə biləsən, atan mədəniyyətə neyinib ki, şeir yazıb da? Atan mədəniyyətə xidmət edir, şeir sən neyinib ki, şeir xidmətdir, mədəniyyətdir. Atan da o yolun çox böyük bir zərgər sənətkarıdır. Amma hər kəs öz əməlindən utansın. Tofiq Quliyev əgər bu mahnını yazıbsa, həm Tofiq Quliyevin zəhmətidir, həm atanın zəhmətidir. Üçüncü bir adam da müğənninin. Bu ya yazılmalıdır və yaxud da deyilməlidir. Amma bunu eləyənlər hər halda diqqətsizlik eləyir. Daha bayaqki aşıq kimi qəlbi qaraltmır. Amma bu təhcə səni narahat eləmir. Sənin qarşındakı Məmməd əmin ən az 2 dəfə, 3 dəfə mətbuatda yazmışam ki, bu şeirin müəllifini bildi, bu mahnıda mətnin müəllifini bildirmək lazımdır. Hələ də ona nail ola bilməmişəm. İnşallah haqq yerini tapar mənim oğlum.